Ada Universitetində T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimlinin Yeni Çağırışlar kitabının təqdimatı baş tutub. Tədbirdə Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə, rektorlar, millət vəkilləri və təhsil müəssisələrinin pedaqoji heyətləri iştirak edib. Müəllif kitabın ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Yeni Çağırışlar müzakirə proqramı 2021-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin Facebook səhifəsində canlı olaraq yayımlanıb və Azərbaycan dilinə tərcümə olunmaqla təhsil ictimaiyyətinə təqdim olunub və bugün Yeni Çağırışlar müzakirə proqramı əsasında hazırlanmış Yeni Çağırışlar kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub və bu kitab çox şaddır ki, dünya təhsil nəhəngləri tərəfindən də tövsiyə olunub. Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə bildirib ki, Yeni Çağırışlar kitabı bizi dünyanın ən böyük universitetlərində təhsil verən fərqli insanlarla görüşdürür. Bizim maarifçilik tarixi bəlkə çox qədim deyil, yəni 150 illik bir tariximiz var. Amma çox sevindirici bir haldır ki, bax bu 150 illik bir dövrdə təkcə dövlət və rəsmi qurumlar yox, eyni zamanda ayrı-ayrı şəxslərin, ayrı-ayrı ictimai birliklərin, ayrı-ayrı təşkilatların təşəbbüsü ilə neçə Azərbaycan gənci ən yaxşı müəssisələrdə təhsil alıblar, ölkədən xaricdə təhsil alıb qayıdıblar. Bu maarifçilik işini həmişə ölkədə davam elətdiriblər. Eləcə də bax bu təşəbbüsü mən vurğulamaq istərdim ki, hörmətli Cəfər Mənsimli tərəfindən olan bu təşəbbüs, düzdür, aidiyyatı qurumlar tərəfindən dəstəklənib, amma həqiqətən də şəxsi bir təşəbbüsdür. Bu mənada ilk növbədə mən ona təşəkkürümü bildirmək istərdim. Qeyd edək ki, kitabın satışı mövcud deyil, təhsil müəssisələrinə paylanması nəzərdə tutulur.